Salam değerli izleyiciler, hoş gördük hər birinizi. Bizim bugünkü videomuzun mövzusu bunlarda olan gördüğünüz kimi bu qeyri-adi məhsul haqqında olacaq. Videonu axıracan izləyib videodan faydalanarsınız. Kanala abunə olmağı və bəyənməyi də unutmayın. Hər birinizə təşəkkür edirəm. Bizimlə bir kanalından, kənd həyətindən bugünkü çəkilişim olacaq. Deməli, bugünkü çəkilişimin səbəbi odur ki, bu hal-hazırda gördüğünüz kimi narda belə bir, yəni yetişdirə bilməyib, inkişaf zəif olub, belə bir gördüğünüz kimi məhsul deyək də bunu. Bunları bacardığınız qədər, yəni qırıb atsız daha yaxşı olar. Çünki bu ağacda olan bitki, məsələn, olan məhsulları da bunun qalmağı, yəni geri atacaq. Çünki bunu bacardığınız qədər, yəni hansısa bir bağda varsa, mütləq bunu bağdan yəni çıxardın. Yəni qırın, atın yerə. Bacardığınız qədər. Məsəl üçün oradakı sağlam məhsullar var. O sağlam məhsullara da bu, yəni inkişafına çox yəni maneə törədir. Məsəl üçün gördüyünüz kimi hələ bu indi gülə gəlir. Bu ilə yəni məhsulun gecikməyidir. Bir iki sağlam olanları da gördüyünüz kimi bunların hamısını qırın, atın yerə. Mütləq. Bu bağda salamat məhsulları da yəni geridə qoyacaq. İnkişafı yəni çox zəifləyəcək. Bacardığınız qədər bağın içərisindəki nə qədər elə bir şey var, bunların hamısını qırıb atın. Bunlar bacardığınız qədər nə qədər sizin də bağda belə bir gördüyünüz kimi belə bir şeylər varsa, bunların hamısını mütləq götürün. Mütləq. Bacardığım qədər mən də kənd həyətindən sizə faydalı bitkilər haqqında bacardığım qədər düzdür, sırf bağban deyiləm. Ən azından kənddə yaşadığımız üçün yəni mən sadəcə olaraq sizə belə bir tövsiyə edirəm. Hansı sizin də bağda əgər belə bir şey varsa, mütləq bunu bağınızdan yəni çıxardın. Çünki bir iki məhsul var, o məhsulların hamısı inkişafına bu yəni maneə törədəcək. Gördüyünüz kimi bu yəni çox yəni zəifdir. Bunu bacardığınız qədər təmizləyin, yolun, tökün yerə. Bir iki sağlam məhsul var, onlar inkişaf eləyə bilsin. Yəni kalan gülləmişdi, bu illəri yaxşı gül var idi. Yəni məhsuldarlıq bu il bol olacaq idi, amma olmadı. Çünki gördüyünüz kimi inkişaf edə bilməyib, xəstəlikdir. Ağacların da özünə aid nəsə bir xəstəliyi var. Bax, gördüyünüz kimi yoxdur. Bundan sonra bunun yəni inkişafı dəyərli izləyicilər, yəni heç cür mümkün deyil. Bunu bacardığınız qədər bağınızın içindən çıxardın. Yəni əgər bunun haqqında nəsə kimsə bilirsə, bunun hansısa bir dərmanı varsa, məsəl üçün şərhlər bölümündə paylaşıb kiməsə fayda da ola bilərik. Mən özüm də bilmirəm düzü bu nəydən olur. Bu ağaclarda çox gördüyünüz kimi yəni inkişaf edə bilmir da. Əbə deyilən bir şeydir. Əbə formasında qalıb. Gördüyünüz kimi bunun bizi məhsul
olmağı çətindir. Çünki inkişaf çox dayanıb bunda. Bunu bacardığınız qədər bağınızdan çıxardın. Məhsuldarlıq düzdür, bu illəri çox zəifdir. Məhsuldarlıq çox zəifdir. Bacardığınız qədər bunları bağın içindən çıxardın, təmizləyin. Gördüyünüz kimi, demək olar bağımızın hər birində var. Yəni elə bir ağac yoxdur ki, bax indidən inkişaf dayanıb yoxdur. Bu ağaclar da 2 illik, 3 illik ağaclardır, cavan ağacdır. Gərək bu indi ən azından sağlam məhsul verməlidir. Sağlam məhsul da olmadı. Gördüyünüz kimi, görün, yəni məhsuldarlıq əslində pis olmayıb. Amma bunu, yəni bu cür xırda-xırda beçələməyi, yəni bu inkişaf, necə inkişaf edə bilər bu? Bundan sonra bacardığınız qədər bunları bağdan çıxardın. Bağınızda, məsələn, bax, belə bir şeylər olacaq. Ağaclarda bax, belə bir pöhrələr olacaq. Bunları budama vaxtı bunları vurun. Bax, bunları budama vaxtı bunları vurun. Qayçı ilə atın yerə. Sonra bax, belə bir cavan pöhrələrdir. Bax, bu cavan pöhrələri bu şəkildə əllə yolla biləni, əllə yolun. Yolla bilinməyəni mütləq qayçı ilə budayın. Ağac, çünki bunlar yəni daranmayanda ağac yaxşı inkişaf etmir. Düzdür, budama vaxtında indi ehtiyac yoxdur. Gülə getməmiş, gül vaxtı da olar, gülə getməmiş də beləncə pöhrələri hansı ki əllə qırıla bilərsə pöhrələrin hamısını çıxarsınız, daha yaxşı olar. Bacardığım qədər kənd həyətindən, bağdan sizinlə görüntülər çəkib paylaşacağım, faydalı. Sizin də bir şey bildiyiniz varsa, məsələn, hansı dərmandan istifadə etmək daha məsləhətli olar. İllah da bunlar bağında, bunların yəni bu formada, inkişafının belə formada zəif qalmağının səbəbi nəydən ola bilər? Bilənlər olsa şərh bölümündə qeyd edə bilər. Çünki hər kəs yaralana bilər, faydalı olarıq. Bu indi gülləyir. Bundan sonra bunun yəni məhsul verməyə çətindir. Bunları bağınızdan bacardığınız qədər yolun, tökün yerə. Bir-iki sağlam məhsullar var, onlar da inkişaf edə bilsin. Məsələn, gül vaxtı nara heç vaxt su vurmayın. Bax, məsələn, görürsünüz güldür. Gül vaxtı heç vaxt bağınızda su vurmayın. Çünki gül vaxtı bağa su vuranda başlayır gülün tökməyə. Yəni istər-istəməz ağac gülün tökür. Gördüyünüz kimi hamısı. Videonu bəyənməyi unutmayın. Kanala abunə olsunuz. Çox sevinərəm. Kanala da dəstək olmağınız mənim üçün çox önəmlidir. Hər birinizə təşəkkür edirəm. Bugünkü bizimlə bir kanalı kənd həyətindən gündəlik olaraq sizə real canlı çəkiliş edib paylaşım edəcəm. Videonu izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Minnətdaram. Videonu da izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Çox sağ olun, dəyərli izləyicilər.